Lənkəranda magistral yolun kənarında güclü yanğın baş verib. Yanğın Yeni Ələt-Astara magistralında yolun Lənkəran rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yol kənarında açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyib. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradıb. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək olduğundan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat verilib. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon yanğından mühafizə hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ehtimal olunur ki, yanğına sürücülərin